Pasiyentimiz ilk dəfə bizə müraciət edib. Bugünə qədər təkrar transvaginal müayinələrdə olub və müayinələr zamanı çoxsaylı miyomaların, hətta submukoz miyomanın olduğunu da bildiriblər. İndi hal-hazırda biz pasiyentimizi müayinə edirik. Sizə nə deyiblər? Orada miyomalar deyiblər və uşaqlığı əməliyyatla çıxartmaq və yaxud da miyomaları təmizləmək lazımdır. Düzdür? İndi ekrana baxırıq. Ekranda gördüyümüz kimi heç bir miyoma aşkarlamadır. Burada endometriyanın bazal qatı ilə miometrium arasında kistik struktur, burada ön divarda da var, matka retroverziyo vəziyyətindədir və endometrioid heterotopiyalar, adenomyoz əlamətləri var. Yumurtalığımız da sağ yumurtalığımız, bu da sol yumurtalığımızdır. Üstündə 22 milli dominant follikulumuz var. Endometriyada proliferasiya fazasına uyğundur. Yəni burada miyoma deyil, biz endometrioz, yəni adenomyoz diaqnozu qoyduq.